Qızlar, bugün sizə danışacağım Hermes Barenia ətrindən. Bu elə bir qoxudur ki, həm zərif, həm də dərin. Sanki sadə bir qadının içində gizli bir güc var. İlk sıxanda meyvəli, biraz da şirin tonlar var. Biraz keçdikdən sonra isə o şirinlik çəkilir və öz yerini çox zövqlü, odunsu və isti bir auraya verir. Yəni nə uşaq kimi şirin, nə də ağır, tam balansdadır. Daha çox payız və qış üçün uyğundur. Xüsusilə axşam geyinəndə çox zərif təsir buraxır. Bir sözlə desək, Barenia sakit, amma özündən əmin bir qadının qoxusudur. Müsbət cəhətləri olduqca çoxdur. Zərif, elit və qadınsıdır. Təmiz, amma çox şirin deyil. Ətrin müsbət cəhətlərini dedim, indi isə keçək mənfi cəhətlərinə. İlk açılış biraz ağır gələ bilər, amma əmin olun ki, sonradan qoxusu çox gözəl olacaq. İsti havada biraz boğuq ola bilər. Orijinal versiyası bahalıdır və çox asan tapılmır. Amma bizdə qramaj versiyası var və hər ölçüdə, hər qiymətə uyğun var. Bir dəfə də olsa sınayıb qoxusuna baxa bilərsiniz. Hələlik.